müddətdən öyrənib ki, o yəni kimləsə əlaqə qurmağa o qədər də meyilli deyil, tam dərsini şizoid patologiyalarda verdi. Kimsə ona əlaqə qurmağa narahat olur ki, gəldi yenə danışır, yəni yenə əsəbləşdirəcək. Həqiqətən sıxılır başqasının münasibətdə. Borderline şəxsiyyət pozuntusunda necə bir zədələnmə var? Bu arada autistiklə təkrar qayıdacağım bu bağlamda. Borderline şəxsiyyət pozuntusu öz dəyəri olmadığına görə daimi olaraq öz dəyərini başqalarında axtarır və başqaları hər zaman ona xəyanət edir. Yəni bu da onlara oxşadır, sən də onlar kimisən. Niyə nədir ki onlar kimi oldu? Mənə istədiyim dəyəri verib o dəyərdə saxlamalı. Onu üzməməlisiniz, qırmamalısınız, pis bir xüsusiyyətini deməməlisiniz, sizin əsəbləşməyə haqqınız yoxdur. Azca onu pis elətdirən bir davranış göstərənə dünya pis adam olursunuz və siz sizinlə batırırsınız. Borderline təkrar belə davranışların içərisində olanda, hətta getməmək üçün özünə yaraşdırmadığı davranışlar eləyəndə bir müddətdən sonra fərq edir ki, mən seviləcək qədər dəyərli deyiləm. Və artıq depressiv xüsusiyyətlər yaranır, içə çəkilməyə başlanır və yaxud da spontan əlaqələrə girməyə başlayır. Deyir, zaten uzun müddətli əlaqədə mən heç kimdən davam edə bilmirəm. Onun yerinə 5 gündə bir onu tərk edəmədən o tərk edir. Çoxlu cinsel partner ola bilər, çoxlu sevgili ola bilər, çoxlu deyək ki, iş dəyişikliyi ola bilər. Ne zaman ki görür ki, kollektivdə biraz arası pisli iş yerindən istifadə edir. Bütün ünsiyyət pozulur. 5 il, 10 il eyni yerdə iş yerində işləyəni düşünür, tez-tez iş dəyişdir. Autizm spektrum pozuntusunda isə daha çox qarşı ətrafdakı insanlar tərəfindən qəribə, anlaşılmaz olduğuna görə, hətta uşaq vaxtı mobbingə məruz qaldığına görə, daha çox bullyingdə ya da mobbing iş yerində, bir müddətdən sonra sevilmədiyi inancı digərləri tərəfindən bullyingə məruz qaldığına görə formalaşır. Yəni travmatik bir geri çəkilmədir, travmatik bir, zədələnmiş bir öz saygı var. Borderline şəxsiyyət pozuntusunda öz saygı çoxluğu boşdur, saxlaya bilmir. Qoysa belə oradan düşüb çıxır, gəlir, gedir. Başqasından gəlir, başqasından gedir. Amma DHB-də də, autistikdə də iki fərqli mexanizm, autistik kənardan bullyingə zədə aldığına görə, DHB-də isə özünü yaraladığına görə mənlik saygısında zədələnmə olur. DHB-də cəhd edib, sosiallaşmaq istəyib, əlaqə qurmaq istəyib, amma uyğun qura bilməyib, impulsiv davranıb və yaxud da ki, həddindən artıq hiperaktiv olub, özünü saxlaya bilməyib, tonus işləmin yanında maşınlığa düşün, zədəliyib özünü. Autistik isə kənardan digərlərinin sevgi və qayğısına məhrum qalaraq, tam tərsi bullyingə məruz qalaraq, kənardan gələn zədələrlə zədələnir və nəhayətində bunların hamısında bir rədd edilmə həssasiyyəti yaranır ki, yenə başlarım, yenə yenisi olacaq, cəhd eləməyim, yenə rədd ediləcəm, yenə qəbul edilməyəcəm, yenə sevilməyəcəm, yenə tərk ediləcəm, amma hamısının mexanizmi bir-birindən fərqlidir.